bunu ancaq 90'ların uşağı anlaya bilər. Bizim evdə servantın başında oyuncaqlar var idi və ona əl vurmaq qadağan idi, onlarla oynamaq qadağan idi. Ancaq belə uzaqdan baxa bilərdik onlara. İndi isə artıq hamımız yekə arvadlar, yekə kişilər olmuşuq. Baxın, bu oyuncaq mənim bacımın oyuncağı idi. Bir dənə də bundan var idi. İkisi də paketdə, bağlanmış şəkildə həmişə servantın başında o belə qalırdı. Biz də bacımla aşağıdan yuxarı baxırdıq ki, nə vaxt buna əl vura bilərik. İndi isə heç kimə lazımsız bax belə qalıb qıraqda. Artıq həvəsimiz yoxdur. Sovet dövründə bizim cəmiyyətdə formalaşan ən güclü mədəni kodlardan biri sonraya saxlanılmış həyatın olmasıdır. Sonraya saxlanılmış həyatın əsas göstəriciləri nədir? Mən bir əşyanı əldə edirəmsə, mən ona indiki anda ondan zövq almağa, ondan yararlanmağa mən özümə icazə vermirəm. Müəyyən bir mənə yeridilən fikirlərə görə, proqramlara görə mən özümü sonraya saxlayıram. Oyuncaq özü belə çox güclü bizim üçün bir simvola çevrilib. Bir çox ailələrdə bu oyuncaqlar alınırdı. Çox gözəl estetik görüntüsü var idi. Amma bir çox zamanlarda valideynlər onun sındırılmaq qorxusuna görə nə də uşaq onunla oynasa, onu sındıra bilər, onu əzə bilər və ya da həmin oyuncaq müəyyən bir fərqli bir hala gəldiyi üçün bir çox uşaqlara icazə vermirdilər ki, uşaq vaxtı həmin oyuncaqla onlar oynasın. Və bu özü belə həmin valideynlərə yüklənən bir proqram idi ki, əgər mən gözəl bir əşya alıramsa, sadəcə bir görüntü funksiyasına malik olmalıdır. Bir çox bizim ailələrimizdə olan servantlarda olan gözəl qablar çox vaxt gündəlik həyatda, süfrələrimizdə biz onları görə bilmirik. Ancaq xüsusi qonaqlıqlar olarsa, ancaq xüsusi günlər olarsa, ancaq onda özümüzə icazə verə bilərik ki, həmin o qablardan, gözəl əşyalardan özümüzə istifadə edək. Ki, Sovet dövründə biz özümüz çox güclü defitsit dövrünü yaşamışıq. Bu qədər bolluq yox idi, bu qədər bizim seçimimiz yox idi. Və maliyyə imkanlarım da limitlidir, bazarda da seçim limitli idi və mən əgər nəyisə əldə edirdimsə, mən buna çox böyük bir lütf kimi baxırdım, əlçatmaz bir xəzinə kimi baxırdım. Və əşyalara qoyulmuş bu ideallaşdırma, əlçatmaz xəzinə mənası, ancaq xüsusi günlərdə yararlanmaq icazəsi bizdə sonraya saxlanılmış həyat tərzi formalaşdırdı. Bunun kökü bizim kollektiv travmalarımızdan bağlıdır. Hansı ki bu kollektiv travma bizi sağ qalmağa, sabahı hər zaman düşünməyi, bugündən kifayətlənməməyi, hər hansı bir kiçik bir əşyanı da əldə ediriksə, aylar boyunca ondan istifadə etməyi və bu kimi sağ qalmağımız üçün vərdişləri bizdə formalaşdırdı. Sağ qalmağa məcbur qalan, bunun üçün hər gün mübarizə aparan cəmiyyətlərdə indiki anın maksimum zövq almaq istəyi qat-qat az olur.